Herkese salamlar, yepyeni bir Brawl Stars videosu karşısında. Bugünkü Brawl Stars videomuzda ne yiyeceğiz? Çark sevici ve eğer çarkta hansı karakter çıksa ondan hesaplaşma oynamak məcburiyyətindəyik. Videoya like atırsa ve abone olursa başlayalım. Deməli, çarkımızı fırlatdı, baxaq görə ilk karakter hansı karakterden oynayacaq. Çarkımız döndü ve Shelly. Karakterler bölmemizə gəldik. Shelly'ni seçdik və girək hesablaşmaya. Rəqiblərimiz belə də, yəni normal oyunçulara oxşurlar. Deməli, ilk yükümüz buradadır. Yüklərimizi ilk öncəli oyuna qıraraq başlayaq. Çünki yüklər çox vacibdir. Deməli, iki yükümüz var. İlk yani böyle avımız qabaqdadır. Bu yani birazdan can çəkişəcək orada. Bu nə qəri bu aşağıdan vurur bilmirəm. Bu yuxarıya elə bil əşk gördüm gedəndə, amma bilmirəm. Əşk. Ulti qəşəng. Ultimiz olmasaydı bəlkə ala bilməzdik, amma neyse. İnternetimiz də biraz bomba kimidir. 7 yüklü Edgar var orada. Bu Jesse'nin də şeyi tareti adam bezdirir. O Edgar üstümüzə hoppansa aksesuarımız var əslində qaçmağa, amma yenə də əslində öldürə bilər. Bu taret nə oldu ya? Bayaqdan vur. Leon. Baba Leon bir dənə bu Lady ilə Lori bayaqdan məni bezdirdi. Bu Edgar da qalacaq ortada. 5 nəfər də ölmək istəmirəm. Yəni heç olmasa normal kupa gəlsin də oynamam baxmaya. Edgar getdikcə bir dənə görə bunu öldürə bilirik. Ayda bir dənə vursam çatmadı ya. Bayaqdan Edgar qovalayam, tuta bilmədim. İndi bu ikisi burada məni sıxışdırıblar. Bir dənə ölməsəm yaxşıdır. Ben o ikisini elə eləməliyəm ki, bilsiniz o iki dalaşmalıdır da. Bunu buradan vurup sıxışdıraq, bu tərəfə gələ bilməsin. Nə yuxarı gedə bilsin, nə aşağı. O Edgarın üstünə geçsin. Qəşəng plan, çox qəşəng bomba kimi plan. Bir dənə bunu 2-3 dənə vurum, heç olmasa bunun canı azalsın. Edgar hoppansın üstə, mən də onu kəsim. O qəşəng Edgar hoppandı, ikisinə də hasar. Beləliklə ilk oyunumuz Edgar da öldü, qalibiyyətli oldu. Baxaq görə ikinci karakterimiz hansıdır? Çarxımızı ikinci dəfə döndərdik və baxaq hansı karakter? Stu. Qəşəng, Stu ilə oynaya bilərik. Stu'muzun da bəxtdən rütbəsi azdır, zəif adamlar düşəcək. Elə dediyimiz kimi adamlar biraz zəifdir. Deməli, yükümüzü qıraq, Rico'nu öldürərik, bir dənə yükü qıraq. Onsa bunlar zəifləri, bunu böyük ihtimal benzi alacaq, çünki bunlar botdular da. Belə kostyumumuz adı olmadan baxmayın, hamısı bot bilirsiniz, yəni zəif rütbə, zəif karakterlər. Rico buna var, yükü qırıb burada qaçdı yuxarı. Rico daydamız qabaqda demək ki, bura bir dənə ulti və oy, qaşa yuxarıda Hank var, bir dənə vurmasın, yoxsa ölərik. Oy, qaşa qaçıq, o bizi partlatsaydı, çünki o 7 səviyyədir, yəni 7 səviyyə deyil əslində, bəlkə yuxarı səviyyədir, prosto altından görürsünüz, aksesuar var. Bizə vursa bu ölürük, bir dənə bunu kəsə bilsək. Bu Hank'i kəsmək istədim, getdi aşağıdakı karakteri öldü, bir dənə bunu vura bilsəm. Bunun aksesuarı var, bunun aksesuarı özə pisdir, neysə. Bu xəstə aksesuarı atdı üstümə, indi qalmışam bu Bibi qəşəng, Bibini öldürərik. Bir dənə gəl Bibi. Öl qəşəng. Baba qəşəng. İlk ikiyə çıxdı. Bir dənə bu Emzi öldürərəm məncə. Bir dənə burada bizi öldürməsin bu. Bunun qazları çünki çox pisdir. Bir dənə bunu vuraq. Ulti gəldi. Yaxınlaşdıq, uzaqlaşdırdıq. Yaxında qəşəng. Stu ilə də birinci olmağı bacardıq çünki zəif idi. Çarxımızı bir dəfə daha döndərdik. Nə çıxdı? Baxaq. Dynamite qəşəng. Dynamite belə yaxşı oynayır. Yəni bu hesabımın yəni kupasının zəif olmağına baxmayın. İndi mənim o pis hesabımda 40.000 kupalıq hesabım var. O hesabda yəni yüksəkdir Dynamite. Yəni 11 səviyyə maksdır. Yox, botlar düşdü. Yox, oynayarıq məcburən, oynamaq məcburiyyətindəyik. Bir də videonu təzən başdan almaq istəmirəm. Qəşəng, oyun başlanğıcında max kəsdi, görürsüz, yəni botlardır. Yükləri alaq ehtiyacı var almağa, bilmirəm. Alaq da olsa udarıq, heç nə olmaz. Deməli dostlar, Farmazonluq time başladı. Baxın, ikili atlama. Yes. Bir dənə bu Jesse'ni kəsək. Qəşəng, Farmazonluq time. Let's go. İlk ikidir. Yəni adam öz-özünə öldü, bilmirəm. Nəysə. Qəşəng, buna da birinci olmağı bacarıq. Keçək son çarxımıza. Çarxımızı son dəfə çevirək. Sizə baxaq görən hansı karakter çıxacaq. Baxdıq və Bibi. Qəşəng oynayaq. Özdə bu hesabda Bibi 907 kupadır. Əslində bu mina kasırdı. Uduz olması yaxşıdır. Çünki bunun videosu gəlməlidir. Mina kasırdım ona görə. Bir dənə uduzmaya çalışaq yenə birinci, yəni ilk 4 olaq bəsimiz də. Yəni yəqin ki bu adamlardan görsüz də, yəni vəziyyət nə yerdədir, nə dərəcədə, yəni güclü adamlardır. Yük qırmaqla bura başlayıb bu oyunu heç risk atanmarıq da. Yəni bu Stu, yəni nə bilim, Dynamite zədə oxşamır. Yəni bu oyunu risk atanmarıq çünki uduzmamalıyam. Burada ikisi fight atır. İkisindən birini kəsim. Bax 7 düşdü, 7 düşmək yaxşıdır. Sürətli bir şəkildə düşdü, amma yəni bilinməz oyunun sonrasında olacaq. Bir dənə bu yükə təcili qırmalıyım. Yəni bu bazılarına var, ultikası da var məndən. Bir dənə bunu nəsə ilişdim orada. Nəsə ilişdim. Buna da bir dənə sprey basır, o bizə basır, biz onu basaq da başa düşürək basanadır. Yük qalmayıb ya, hamısını qırıblar. Bu baz məndən babat ultikasdı. Doldurdu babat. Colt var yuxarıda. Bir dənə bunu buradan vura yox, çatmır. Aşağıda Colt var. Colt'dan canımızı kurtarmalıyıq. Çünki aha bazen Spike burada ulti atır.
Ulti neydi ya? Fight atır. Səncə mən sənlə dostlaşaram? Qəşəng 6 yük bu arada dostluğa yox deyək. Dostluq hilədir. Bu oyunda olmaz çünki oyunun maraqlılığını öldürür. Mən dostlaşmıram heç vaxt. Baz nağar bu nəsə bizən sən dirəşmişsən məndən, amma 4000 vuraram ha bax belə sənə. Bax Colt ona görə uzaq durmaq istədim. Bax Colt 7 yük idi, bayaq gördüm. Əslində mən də 6 yükəm. Mənim maksimumda var. Yəni canım da olacaq da söhbət bir şəkildə maksimum basarıq onu. Hər nəysə Colt'u nəsə vurmalıyıq. Qaşı bu arada çox qaşı qasıram. Buna bax nə qaşı qasıram. Amma prosta pis vurdular. Bir aksesuar. Bax bu ikisi qırın bir-birisi var. Qırın bir-birisi mən də buradan canımı tutam tez. Baz üstümüzə pansa odur deyə bizi, yəni məni öldürə bilirdi. Bu Colt nağar qan edir Colt. Qaşay Colt ölməsi yaxşı oldu. Aşağıdan frag qaldım ikisinin arasında. Vur buna ulti at. Özünü toparlamazsan Colt bir dənə kəssə zor. Mənə niyə vursan? Niyə ona vur da? Buna dostlaşıb da görsə ona görə deyirəm. Bir dənə bunu öldürək. Bax qaşay ikinci olduq. Neçə kupa olacağam? 915 kupa. Çox qəşəng. Videomuz dostlar buraya qədər. Gördüyünüz kimi arxa-arxaya neçə oyun utdum. Bu tərz videonun davamı üçün sadəcə like at və kanala abunə ol. Hey, sağ olun, salamat qalın. Bay bay.